saat 11:00'a devam edecek. İndi isə işləməyə davam edən pensiyaçılara sevindirəcək xəbərimiz olacaq. Onların pensiyalarında yenidən artım gözlənilir və bu artım 2 mərhələdə həyata keçiriləcək. Həm ümumi indeksləşdirmə, həm də fərdi hesabda toplanan vəsait bu artıma təsir edəcək. Yeni işləyənlər üçün əlavə qazanc təkcə maaşla məhdudlaşmır. Gəlin bu dəyişikliklərin detallarını birlikdə izləyək. İşləyən pensiyaçıların pensiyalarında növbəti dəfə artım olacaq. Birinci artım pensiyaların ümumi indeksləşdirilməsi ilə bağlı idisə, digər artım işləyən pensiyaçıların fərdi hesablarında toplanan kapitalın yenidən hesablanması nəticəsində yaranacaq. Təxminən 200 minə yaxın vətəndaşımız pensiya yaşı tamam olsa da, pensiya təyinatı həyata keçirsə də işləməkdə davam edir. Və həmin vətəndaşlarımızın pensiya kapitalları formalaşmaqdadır və yığılan pensiya kapitalı hesabına həmin vətəndaşlarımızın pensiya məbləğlərinin bir qisminin 2026-cı ildə yenidən hesablanaraq artırılması nəzərdə tutulur. Çünki xüsusən 2020-ci ildə pensiya təyinatı həyata keçirilən, amma işləməkdə davam edən vətəndaşlarımızın pensiya məbləğləri 2026-cı ildə yenidən artırılacaq. Ekspertlər bildirir ki, bu artımın əsas səbəblərindən biri də inflyasiya faktorudur. Çünki uzun müddətli perspektivdə yığılan vəsaitin dəyərinin qorunması üçün indeksasiya qaçılmaz hesab olunur. Biz pensiyaya bir 30 ildən sonra çıxacaqsa, 20 ildən çıxacaqsa, bizim bu günə yatırdığımız kapital 30 ildən sonra bu günə nisbətən az ola bilər. Və ona görə də dövlət bunları nəzərə alaraq, bildiyimiz kimi hər ildə müvafiq inflyasiya baş verir. Yəni nəinki bizdə, dünyada inflyasiya baş verir və bu pullar akkumulyasiya olunur və bu inflyasiya nəzərə alaraq hər ildə bilirsiniz inflyasiya baş verir. Yəni ki, mən 30 ildən çıxacağamsa, hər il bu dəyişikliklər olursa, hər ildə indeksasiya keçirilir. Qeyd edək ki, əmək pensiyaçıları haqqında qanuna əsasən vətəndaş pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərsə, onun fərdi hesabına sosial sığorta haqları toplanmağa davam edir. Hər 6 ildən bir üzərinə əlavə olunur. Vurğun Mədətov, Ramiq Abbasov, İTV Xəbər. Hər uğurun arxasında bir hekayə dayanır. Sıradakı sujetdə sizə əzmkarlığı ilə seçilən bir saç ustasının həyat yolundan danışacağıq. Onun